Deməli, triliçən reseptidir. 5 yumurta, 150 qram şəkər tozu, 120 qram un. Unu 2 dəfə eləyirik. 10 qram vanil, bir paçkada qabartma tozu. Yəni, qabartma tozu vurmaya da bilərsiniz. Qabartma tozu vurulmasa belə biskvitin xəmiri qabarır. Sadəcə yetər ki, biz onu yumurtanı tam çalaq. Yumurta ilə şəkər tozunu tam çalıb ağartmalıyıq. Tam köpəndən sonra biz unu 2 dəfə ələyib qatırıq xəmirə. Amma altdan yuxarı qarışdırmaq şərtindən. Bir də biskvitdə bir dənə o problem var ki, biz onu tutaq ki, spatulanı əlimizdə həm sağa, həm sola fırlaya bilmərik. Bir istiqamətdə fırlamalıyıq, saat əqrəbi istiqamətində, bəli, dediyimiz kimi. Altdan yuxarı, köpük yatmasın, altdan yuxarı qarışdırdıqca əlimizdə qaldırırıq xəmiri ki, havalanma olsun içində. Bu qədər. Qoyuruq, tökürük listə, qoyuruq bişməyə, 180 dərəcədə, 180 dərəcədə qoyuruq bişməyə. 180 dərəcədə. Bişib çıxardandan sonra biskviti çeviririk tərs üzünə. Qabdan çıxardırıq, çeviririk tərs üzünə. Bu reseptə uyğun qab nə boyda olmalı? 25-in 25-i paxlava listlərində eləyirik. Balaca 25-in 25-i. Çevirdik tərs üzünə. Başlayırıq biraz soyuyandan sonra. Biz onu zaten çevirəndən sonra o istisini alır da, öz istiliyi çıxır. Çıxandan sonra başlayırıq onu deşməyə. Vilka ilə, bıçaqla, nə bilim, çöplə. Bacardıqca çox deşməliyik ki, biraz ilk istiliyini alandan sonra, soyuyandan sonra. Deşəndən sonra biz onu deşirik nəyə görə? Çünki biz ora süd vuracağıq, südü tam canına çəksin deyə.